ki Əli Əleyhisselam istəsəydi onu gördürsün, gücü satıb altına qoya bilməzdi. Ya nəuzubillah götürüb arağı içə bilməzdi. Yox. Məsumluq bu demək deyil. Məsumluq o deməkdir ki, Allah Taala ona elə bir elm verib ki, o yetim malın artıq odu görür orada. Necə Quran deyir ki, innellezine ya'kulun amvalel yatama innema ya'kulna fi butunihim nara. Onlar ki, yetim malını yeyirlər, qarınlarına od yeyirlər. Əli Əleyhisselam o yetim malında odu görürdü. Necə onu götürüb yesin? Nəinki o xurmanı götürüb ağzına qoya bilməzdi o yetimin malından. Eləyə bilərdi bunu. Amma eləməzdi. Niyə görə eləməzdi? Çünki onun həqiqətini görürdü. Mən özüm bu rivayəti çox axtardım. Yəni çox deyən axtardım, görə bilmədim. Amma bir ruhandan eşitdim bu sözü ki, bir nəfər İmam Sadiq əleyhissalamın ki, Əbnə Rəsulullah. Bildi ki, siz məsumsuz günah eləmirsiniz. Bəs yaxşı günahın fikrinə də düşmürsünüz. Günah fikrindən də keçmir. Dedi ki, filan kəs, məsələn, hər hansı bir sahabəsinə. Hər gün gedirsən, üzrəm tualetə. Nəcisin çıxandan sonra qarnından. Götürüb onu yemək fikrindən keçir, deyir, yox. Deyir, niyə? Deyir, o iyrənc bir şeydir. Necə ki, o nəcisi yemək sənin fikrinə keçməz, günah da mənim fikrimə keçməz. Nəcis sən üçün necə iyrənc şeydirsə,